Herkese salam dostlar, yepyeni Free Fire videomuza da xoş gəldiniz. Dostlarım, bu dəfəki videomuzda sizlərə yeni gələcək etkinliklər göstərəcəm. Amma əvvəla sizlərə günün sualını təqdim eləmək istəyirəm. Sual budur. Free Fire'a ilk gələn qadın karakterinin adı nədir? Bilən varsa kommentlərə yazsın. Görək kim düzgün cavab verəcək. İndi isə keçək videoya. Videoya başlamazdan öncə bu tip serilərin davamlı olaraq gəlməsini istəyirsinizsə, kanala abunə olmağı və videolara like atmağı unutmayın. Əgər bu videoya da ən az 400 like gələrsə, bu tip serilərin davamını gətirəcəm. Bir dənə like atırsınız, bir dənə də abunə olursunuz dostlarım. Yəni bundan, baxın, bundan asan. Hətta, baxın, yenə dəstəkçilərimizdən biri yenə durduq yerdə mənə həftəlik vurdu. Təşəkkür edirəm. Mənim dəstəkçilərim həqiqətən çox ürəkdir. Bütün abunələrim, hər biriniz ürəksiz. O 1060 nəfər abunə var ha. Hər biriniz ürəksiz. Ayrıca hörmətim var hər birinizə qarşı. Halal olsun. Təşəkkür edirəm, öpürəm. Özə videoda ya, bəxtə baxın videonun ortasında. Yəni qanlı canlı sübutla. Halal olsun. Təşəkkür edirəm. Nəysə, sözümüz harda qaldı? Bir dənə like atırsınız, bir dənə də abunə olursunuz dostlarım. Yəni baxın, bundan asan heç nə yoxdur. Nəysə, vaxt itirmədən videoya keçək. Dostlarım, başlayırıq ilk etkinliyimizdən. İlk etkinliyimizdə görmüş olduğunuz kimi, baxın, trend idi bir ara, bilirsiniz zaten bu ifadəni. Bu ifadə çox böyük ehtimal ki, pulsuz bir şəkildə veriləcək. Məsələn, baxın, bu serverdə 35.000 hasar verənə bu ifadəni verir və eyni zamanda 25.000 hasar verənə qızılı fiş və görmədim onu. Baxın, belə bir ifadə var. Çox qəşəngdir amma. Qəşəng ifadədir uşaqlar. Yəni bunu almağa dəyər. Gələn kimi çalışın ki, bunu alasınız. Hətta pulsuz verilir. Yəni müftə mal həmişə şirin olur. Nəysə, keçək növbəti etkinliyimizə. Dostlar. Növbəti etkinliyimizdə görmüş olduğunuz kimi final shot var. Deməli, yəni son vuruş effekti. 9-cu il dönümünə özəl gələcək. Faded Villa və yəni belə deyirlər, solmuş çarka gələcəyi gözlənilir. Çox qəşəng ya bu arada. Yəni bu gəlsə bunu almağa dəyər. Eyni zamanda baxın burada tırpanı da var. Əlavə verir. Tırpan da qəşəngdir. Yəni bunu da versəm pis olmaz. Keçək növbəti etkinliyimizə. Növbəti etkinlikdə dostlar görmüş olduğunuz kimi baxın yenə 9-cu il dönümünə özəl yumruğun gələcəyi gözlənilir. Faded Wheel, yəni solmuş çarka gələcəyi gözlənilir. Əslində solmuş çarka gəlmələri çox yaxşı bir şeydir. Yəni belə etkinliklər ümumiyyətlə ən gözəl çarx edər solmuş çarxdır. Çünki bəzən deməli tək atma ehtimalınız olur ən azından. Amma belə şans çarxıdır, nə bilim belənsinə çarxlardır. Bunlarda tək atma ehtimalı biraz aşağı olur. Bəxtli hesablarda, təşviş hesablarda olur. Amma bu yaxşıdır da, yəni solmuş çarka gələcək olması çox yaxşıdır. Ümid edirəm də solmuş çarka gələr. Yəni Qarena tərs köşə eləməz. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar baxın. Dördlü düşmə effektidir. Yenə 9-cu il dönümünə özəl gələcəyi gözlənilir. Hansı ki, baxın, yenə bu da Faded Villa, yəni solmuş çarka gələcək gözlənilir. Əlavə ödüllər hələ çıxmayıb, hələ təyin olunmayıb. Ümid edirəm ki, sürətli bir şəkildə bizim serverimizə də gələr. Heç bir serverə gelməyib, yəni bu arada nəzərinizə çatdırım. Çünki əlavə hədiyyələr belə təyin olunmayıb, amma qəşəng düşmə effektidir. Qarena, baxın, bu tip qrup düşmə effektlərini çox nadir halda gətirir. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, bəli, zamanın əfsanəsi olan həmin o hayalet vücudlar, yəni bizim dildə desək, ağ bədən, daha doğrusu sarı bədən, narıncı bədən və ya qara bədən, həm qadınlar üçün, həm də kişilər üçün olan variantı ikisi bir yerdə bir token ilə, yəni şans çarxına gələcəyi gözlənilir. Amma inanmıram burada 200 jeton olsun paltarlar. Yəni bizim serverə gəlsə hər halda qanunsuzun jetonu dəyərində olacaq. Yəni bilirsiniz də qanunsuzun jetonları hardasa 400-500 idi. Hə, ən aşağısı 400 idi, 600 də var idi, 500 də var idi. Bu da hardasa elə o qədər olacaq. Çünki bunlar çox dəyərlidir. Demək olar oyunun ən dəyərli paltarlarından biridir uşaqlar. Baxın, qadın üçün olanı da budur, görmüş olduğunuz kimi. Qəşəngdirlər ha, hamısı bir-birindən gözəldir. Yəni bəlkə gəlsə mən də almağı yoxlayaram. Keçək növbəti etkinliyimizə. Növbəti etkinlikdə dostlar, baxın, əvvəlki videoları göstərdiyim kimi bu dəfəki videoda göstərim. Çünki yeni gələn abunələrimiz və s. ola bilər, videoya yeni baxanlar ola bilər, onların da xəbəri olsun. Baxın, düşmə effektinin gələcəyi dəqiqləşdi, eyni zamanda baxın yanında bu şəkildə divar deseni ilə birlikdə gələcək.
Qəşəng düşmə effektidir. Yəni bu deyəsən elə bir dəfə gətirmişlər, ondan sonra yoxa çıxmışdı. Yenidən döngü eləməsi çox yaxşı oldu. Baxın bu divar da çox qəşəngdir. Yəni buna verəcəyim almaz dəyər. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, görmüş olduğunuz kimi baxın belə bir mistik mağazanın gələcəyi gözlənilir. Hansı ki bu mistik mağazada qəşəng bir-birindən gözəl əşyalar var, olacaq daha doğrusu. Baxın oğlan kostyumu bu şəkildədir. İndi birazdan qadınlar üçün olanı da göstərəcəm. Çox qəşəngdir amma. İndən məsləhət görürəm ki, almazlarınızı yığasınız, almazlarınızı saxlayasınız, uşaqlar xərcləməyin. Çünki bir-birindən gözəl etkinliklər gələcək. Hətta sizə deyim, seçim arasında belə qalacaqsınız ki, hansına xərcləyim görəsən. Nəysə, gəlin indi içərisində olan əşyaları göstərək. Baxın, burada belə bir ifadəmiz var. Dumbul deyirlər də buna, davul deyirlər, dumbul deyirlər. Nəysə, davul çaldığı yerdə bu şəkildə dönür. Yəni bu əvvəllər də gəlmişdi deyəsən, səhv eləmirəmsə. Baxın, əlavə fiş də veriləcək. Belə bir tırpan da var burada. Qəşəng tırpandır. Bu da deyəsən əvvəllər var idi. İndi yenidən gəlir. Üz boyası, qəşəng üz boyası özdə. Gözünün birinin rəngi dəyişir. Əla da pis deyil. Baxın, belə bir qız paltarı var. İndirilməyib o. Qəşəngdir ya. Özdə bu qız paltarı əvvəl də var idi. Divar desəni də əvvəl var idi və yenidən döngü şəklində mistik mağazaya gələcəyi gözlənilir. Baxın, belə bir AVM desenimiz var. Magnetli desəni. Bu zaten pulsuz verdilər. Ümid edirəm bura gəlməz. Yəni bunun yerinə başqa bir şey gələr. Qadınlar üçün olan variant da budur. Bu arada qızlar üçün olanı çox qəşəngdir ya. Yəni oğlanınkindən daha möhtəşəmdir. Yəni qadınlara məsləhət görürəm ki, bunu alın. Qəşəng paltarda kombin qurula bilər. Keçək növbəti etkinliyimizə. Növbəti etkinlikdə dostlar, yenə davul çaldığı yer. Bu davul deyil, nəsə bu takım falan belə bir şeydir. Yeni ifadə gələr. Nəsə düzgün ifadə edəmədim onu. Nə olduğunu tamamən, yəni bilən varsa kommentə yazsın. Və eyni zamanda da güya deyilənə görə Lucky Royale etkinliyində gülmə ifadəsi və əlavə bir ifadə ilə birlikdə gələcəyi gözlənilir. Amma mən uşaqlar qətiyyən inanmıram. Çünki gülmə ifadəsi üçün ayrıca deməli şans otomatı hazırlanır və mən də onu düşünürəm ki, elə orada da gələcəyi gözlənilir. Bura nəsə başqa bir şey qoyurlar. Çünki bu ifadələrin heç birinə aidiyyəti yoxdur. Baxın, belə bir qəribə bir ifadə. Heç inanmıram o ifadə bizim serverə gəlsin də. Yəni heç görməmişəm bunları. Nəysə, vaxt itirmədən keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar, yenə əvvəlki videoda göstərmişdim. Bu dəfəki videoda yenidən göstərirəm çünki videoya yeni baxanlar ola bilər. Belə bir caz pantolonunun dəst şəklində gələcəyi gözlənilir. Lucky Royale etkinliyinə gələcəyi gözlənilir. Amma alınırmı? Yox, alınmaz uşaqlar. Çünki bilirsiniz nəyə görə? Kostyum dəst formasında verilməyəcək. Yəni caz pantolonunu sırf istəyən varsa, heç məsləhət görmürəm. Təəssüflər olsun ki, ehtimalı aşağı ola bilər. Məsələn, siz bunu fırladasınız. 50-ci çevirmədə gedib saça ata bilər, ayaqqabını ata bilər, nə bilim, köynəyə ata bilər, caz pantolonunu ata bilməz. Onda da almazınız boşa getmiş olacaq. Ona görə də yenə də özünüz bilərsiniz, yenə də məndən deməsi. Keçək növbəti etkinliyimizə. Növbəti etkinlikdə dostlar, görmüş olduğunuz kimi Anniversariya paradı adında bir ifadəmiz gələcək gözlənilir. Hətta bu artıq bəzi serverlərə gedib bir gün yatıb duracağıq və bir də görəcəyik ki, bizim şans otomatımızda da yer alıb. Qəşəng ifadədir, burada ikili ifadədir. Dostunuzla bir yerdə istifadə edə bilərsiniz. Arxada davul çalır və eyni zamanda qarşı tərəfdə bu zurna da nədir belə? Nəysə, hər nədirsə. Keçək növbəti etkinliyimizə uşaqlar. Bu arada bu yenə Faded Villa, yəni solmuş çarxa gələcəyi gözlənilir. Nəzərinizə çatdırım ki, deməli etkinliklərin çoxusu Faded Villa gələcəyi gözlənilir uşaqlar. Qarina bu dəfə qəşəng etkinliklər gətirəcək. Növbəti etkinlikdə görmüş olduğunuz kimi, baxın, Boya Anniversariyası adında bir etkinliyimiz olacaq və burada pulsuz bir şəkildə paraşüt veriləcəyi gözlənilir. Burada baxın, belə bir gözəl paraşütümüz var. Eyni zamanda da burada qızılı fişimiz var. Vaxtla verilsə də yenə də, yəni biz xərcləyirik də onu. Vaxtla verilsə nə olacaq, ömürlük verilsə nə olacaq. Nəysə. Bəli, bugünkü videomuzda da bu qədər dedim və yenə həftəlik gəldi uşaqlar. Yenə mənim dəstəkçilərim nəsə olub bunlara bu günləri. Təşəkkür edirəm həqiqətən də. Öpürəm rəisiz. Harda qalmışıq? İndi inşallah elmas xərcləmə videosunda bunları xərcləyərik. Yəni hər halda dəstəkçinin mənə elmas vurmasının səbəbi var. Yəni durduq yerdə elmas vurmazlar. Onlar çox böyük ehtimal, ümumiyyətlə yadınızda saxlayın, bir dəstəkçi ki, əgər YouTuber'a elmas vurursa və ya UC vurursa, fərq eləmir, PUBG, Free Fire və digər oyunlar, onların tələbi nədir? Elmas xərcləmə videosu çəkmək. Yəni o deyir ki, almazığı xərclə və videoya al, biz də izləyək. Yəni bu qədər sadə. Təşəkkür edirəm dəstəkçilərim, hər biriniz bir daha ürəksiz. Nəysə, harda qalmışdıq, videonu sonlandırırdım, yəni vaxt itirmədən, vaxtınızı almadan. Deməli, bu dəfəki videomuzda da bu qədər.
Təşəkkür edirəm. Yəni dediyim kimi, əgər bu serinin davamının gəlməsini istəyirsinizsə, bir dənə like atın. 400 like olan kimi bu serinin davamını mütləq və mütləq şəkildə gətirəcəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.